Paylaşdığım bu məsələnin həllinə baxaq. Məsələdə bizdən cisimlərin görüşmə müddətini soruşur. Cisimlər neçə saniyədən sonra görüşəcək? Görüşmə müddətini hesablamaq üçün düsturumuz var. T bərabərdir S bölünsün V nisbi. Burada S cisimlər arasındakı məsafə, V isə nisbi sürətdir. Məsələyə fikir versək, görərik ki, cisimlər eyni nöqtədən bir-birlərinin əksi istiqamətdə hərəkətə başlayır. Bu zaman cisimlər arasındakı məsafə elə çevrənin uzunluğu, nisbi sürət isə cisimlər əks istiqamətdə hərəkət etdikləri üçün toplanacaq. Qiymətləri yerinə qoysaq, 2 vur pimiz 3, r-miz 50 sm, o da 0,5 metr. Məxrəcdə isə 2 plus 1. Məxrəcdə 3 alınır, 3 ilə 3-ü ixtisara aparsaq 1 cavabını almış olarıq.